yaşamışam. Biz evlenen gününsü her şey, kartlar falan, her şey bağlanmışdı. Hamısı bağlanmışdı. Hemen bir Biz Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Kasıb oğlana ərə getmişdim. Ola bilsin ki üstündə ad var idi. Amma evlənəndə bizdən hər şeyi əsirgəmişdilər. Akşam.az xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan Elgizlə izlə verilişində deyib. Müğənni bir vaxtlar məşhur olan Çuda Peçka mağazalar şəbəkəsinin sahibinin oğlu Anar Cəlilovla ailə qurmasından danışıb. 10 il onu sevib yaşamışam. Biz evlənən günü hər şey, kartlar bağlandı. Mən işləyirdim, ailəmizi də qəşəng qurmuşduq. Kaş ki müdaxilələr olmasaydı, indi xoşbəxt olardıq. Aidiyyəti olmayan adamlar onların valideynlərinə elə sözlər aparırdılar ki, bizə qarşı çönürdülər. Valideynlər qarışmamalıdır. Qeyd edək ki, Röyanın bu nikahdan Hüseyin adlı oğlu var.